Salam dostlar. Yeni bir pesimiz daha hazır oldu. Müşterimize xeyirli olsun. İnşallah bu da Quba şəhərinə gedəcək. Allah'ın köməkliyi ilə. Təqribi hardasa 14 dəqiqə işləyir. Bu da ki, hələ fanımızın az kodundadır. Kodu çoxaldarkən alovu da çoxalır. Hətta baxa bilərsiniz. Nəinki tüstü alov çıxır. Hardasa təqribi 4 metr 20 santi, 4 metr 50 santi göyə vurur alovu. Qapağını bağlayarkən də baxın, tüstü falan heç yox. İçinde biraz maye halı olduğuna göre, propan balon olduğuna göre, ona göre biraz rengi değişik olabilir ama göngöy yanır. Parsonkalardan göngöy çıkır alov. Bu da göstericiler. İçine de hardasa təqribi en çoxu 1 litr yağ dökmüşəm. Yağın da yeri çox olur orada deyənə məsafəsi. Mən çox qoyuram ki, birdən kimisə yadından çıxar eləyər. Yağ ora axıb gedərkən fanın içinə getməsin. Hava deşiyi. Yenə də həmişəki kimi 6 amperlik bu polmu kodudur. Tərkibində gaz olduğuna göre biraz değişik yanır hərdən. Ama 1 qramda tüstüsü, hissi, pası yoxdur. Kim belə yağla işləyən peslər istəyərsə, profildə nömrəmiz var. Əlaqə saxlayıb sifariş verə bilərlər. İnşallah bundan sonraki sifarişimiz Sədrəkə gedəcək. Ondan sonraki sifarişimiz Bakı şəhərinə gedəcək. Cəlilabaddan bir dənə dayımız zakaz eləyib inşallah Bakı şəhəri için. Ondan sonra Allah'ın köməkliyi ilə bu balonu müştəri özü verib Yenikənd kəndinə gedəcək.